Salam, vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım. Suala keçməzdən əvvəl uşaqlar belə bir məlumatı xatırlatmaq istəyirdim ki, yay tətili müddətində 5-ci sinifdən 11-ci sinifə kimi yay dərslərimiz təşkil olunur. Dərslər haqqında məlumat əldə etmək istəsəniz bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Uşaqlar, burada biz bizə üslü bərabərsiz verilib uşaqlar. Üslü bərabərsiz uşaqları sadələşdirməmiz lazım. Sadəcə burada birinci növbədə nəyə baxmalıyıq uşaqlar? Məxrəcdəki dəyişən heç bir zaman 0 ola bilməz. Yəni məxrəcdə nə var? Burada x var hər ikisində. Yazmalıyıq x bərabər deyil 0 şərtində yazmalıyıq. Sonra biz bunu parçalamalıyıq uşaqlar qüvvətlərini. Mən bunu x-də x üstə gəlsin x-də 2 üstə gəlsin bu 25-i də 5-in kvadratı üstü x-da 1 kiçikdir 30 şəklində yaza bilərəm. Burada x sayıda 5 üstü 1 üstə gəlinsin x-da 2 üstə gəlsin. Bunlar bir-birinə vurduğum zaman 5 üstü x-da 2 kiçikdir bərabər 30 şəklində olacaq. Buradakı bu toplamanı uşaqlar, baxın buradakı bu toplamanı biz vurma kimi göstərə bilərik. 5 üstü 1 vurulsun 5 üstü x-da 2 üstə gəlsin 5 üstü x-da 2 kiçikdir bərabərdir 30 şəklində yaza bilərik. Sonra ortaq vuruq kimi hər ikisini bunları çıxarda bilərik. Yəni 5 üstü x-da 2-ni. 5 üstü x-da 2-ni vuruq kimi çıxardığımız burada 5, burada 1 qaldı uşaqlar. Kiçikdir bərabər 30 şəklində olacaq. Buradan 5 üstü x-da 2 vurulsun 6 kiçikdir bərabər 30. Sonra hər tərəfini 6-ya bölsəm 5 üstü x-da 2 kiçikdir bərabər 5 üstü 1 şəklində olacaq uşaqlar. Burada biz nə edəcəyik uşaqlar? Baxın, əgər əsas 1-dən böyüksə biz nə edirik? Bu ifadə işarə olduğu kimi qalırdı. Yazacağıq x-da 2 kiçikdir bərabərdir 1-dən. Və mən buradan x-da 2 çıxılsın 1, 1 bu tərəfə keçirik. Bu şəkildə olur. Bu da x-da 2 çıxılsın x kiçikdir bərabər 0. Sonra bunun sıfırlarını taparam. X bərabər 0 olacaq. X də bərabər 2. Sıfırlarından sonra uşaqlar burada biz interval qurmalıyıq. 0'ı almayacaq uşaqlar. Biz əvvəldən şərt götürmüşdük ki 0'ı almır deyə 0 və 2 aralığında. 2'ni amma alacaq. İndi biz burada ədədlər verməliyik yerinə. Məsələn 3 versəm nə olacaq uşaqlar? 2-dən çıxanda mənfi eləyəcək. Mənfi ədədləri müsbətə böldüyümüz zaman burada mənfi. Onda baxın 1 versək müsbət olacaq. Burada mənfi. Onda bizə mənfi olan aralıqlar mənfi sonsuzluqdan 0'a ümumi mötərizədə olacaq. Birləşir. 2 kvadrat mötərizədə müsbət sonsuzluq olacaq cavabımız D variantı.